ABŞ prezidenti Donald Trump açıqlayıb ki, ABŞ ordusu İrana doğru hərəkət edir və artıq yaxın şərqdə mövqelərini möhkəmləndirir. Trump hərbi qüvvələri böyük armada adlandırıb və bildirib ki, onların məqsədi İranla danışıq üçün təzyiq yaratmaqdır, hərbi əməliyyat deyil. ABŞ ordusunun göndərdiyi qüvvələrə döyüş gəmiləri, döyüş təyyarələri və hava müdafiə sistemləri daxildir. Bu qüvvələr regionda ABŞ mövqelərini qorumaq və gərginliyi azaltmaq üçün yerləşdirilib. İran hökuməti və ordu rəsmiləri ABŞ-ı xəbərdar edərək bildiriblər ki, hər hansı bir hərbi müdaxilə tam miqyaslı müharibə hesab olunacaq və buna güclü cavab veriləcək. Bu gərgin vəziyyətə İsrailin baş naziri Benyamin Netanyahu münasibət bildirib. O deyib ki, İran İsrailə hücum edərsə, İsrail ona sərt cavab verəcək. Beynəlxalq ekspertlər bildirirlər ki, ABŞ və İsrailin hərəkətləri İranı danışıqlara məcbur etmək üçün təzyiq vasitəsidir. Lakin eyni zamanda hərbi insident riski artır və region sabitliyi üçün ciddi sınaqdır. Hazırda vəziyyət hələ də gərgindir. ABŞ ordusu regionda mövqelərini möhkəmləndirir, İran cavab üçün hazır vəziyyətdədir. Dünya ictimaiyyəti bu gərginliyi diqqətlə izləyir.